Hər birinizi salamlayıram. Bugünkü dərsimiz olacaq funksiyanın sıfırları. Funksiyanın sıfırları deyəndə nə başa düşürük? Yəni f(x)i və ya y(i) bərabər olsun sıfıra həmin nöqtədə. Fikir verirsəz, bax burada x1 nöqtəsində funksiya özünü alıb sıfır, bunu göstərir. x2 nöqtəsində yenə də sıfır alıb. Bu nöqtələr bunların sıfırlarıdır. Yəni y-in sıfırları. x2-də, x1-də sıfır alır. Və burada görürsünüz ki, x oxunu kəsməyibsə, burada bunun sıfırı yoxdur. Yəni funksiyanın sıfırı nə deməkdir? X oxunu kəsdiyi nöqtələr funksiyanın sıfırlarıdır. Və burada da göründüyü kimi 3 dənə sıfırı var. Yəni x1-də y neçə alır? 0. x2-də y neçə alır? 0. x3-də y neçə alır? 0. Yəni buradakı y-lər burada sıfırdır. Digər tərəfdən, funksiyanın sıfırları tənliyin kökləridir. Yəni, funksiyanın sıfırlarını tapmaq üçün tənliyin köklərini tapmaq lazımdır. Hər hansı bir tənlik verib, tutaq ki, bu funksiyanın sıfırını tapmaq üçün sıfıra bərabər f(x)i sıfıra bərabər eləməliyik və yaxud da y-i sıfıra bərabər eləməliyik. Tənliyi həll eləməliyik. Burada da göründüyü kimi funksiya burada, bu nöqtələrdə, işarə elədiyim nöqtələrdə sıfır alır. Yəni, bunlar x-ləri ayrı qiymətdir. Amma funksiya özü, burada y-i, yəni sıfır olur. Və burada da işarə sabitliyi aralığına baxsaq, yəni bu hissədə funksiyanın işarəsi dəyişmir. Yəni, funksiya özü nə olur? Bu hissələrdə mənfidir. Bu hissələrdə müsbətdir. Bu hissələrdə müsbətdir. Yəni, bu x2-dən x3-ə qədər funksiya özü müsbət qiymət alır. İşarəsi dəyişmir. Yəni, bunlar y-lər arta-arta, yəni x-lər arta-arta, y-lər də artır. Burada funksiya müsbət alır. Burada da x-lər artır, amma funksiya özü mənfi aldığına görə işarəsi mənfi olur. İşarə sabitliyi bu deməkdir. İndi funksiyanın sıfırlarını tapaq. Bunun tutaq ki, sıfırını tapaq. Bunun sıfırını necə tapırıq? Y-i sıfıra bərabər edirik. Oldu 5-də 1x minus 4 bərabərdir 0. Hər tərəfən 5-ə vursam, x minus 20 bərabərdir 0. X oldu 20. Yəni, burada qoysun 20-ni, çıxsam 4-ü 0 edəcək. Burada da 2 dənə 0 var. 2x, x minus 3 bərabərdir 0. 2x-i bir dəfə 0-a bərabərlirsən, x1 0. X minus 3-ü də bir dəfə 0-a bərabərlirsən, x2 də oldu, 2-dən kökü var da 3. Bunu bildik. Digər tərəfdən bunu kök altında x minus 2 bərabərdir 0. Kökdə x bərabərdir 2, yəni 0 üstə 2 gəlirsən, x-də neçə olub? 4 olub. Yəni 4 qoyanda 2 olur. Ya da kvadrata da yüksəldə bilərsiniz. Buna baxsaq əgər, kök altında x minus 2 bərabərdir 0. Onda x kök altı ifadə 0 olmalıdır ki, bu 0 olsun. X minus 2 0-a bərabərdir. X oldu 2. 2 qiymətində 0 olur. Deməli, sıfırları verilən, ikinci sual, sıfırları verilən ədədə olan hansı funksiyanın qrafikini təsvir edin. Qrafikini göstərməliyik. Tutaq ki, y bərabərdir 2x plus 2. Bunu yazırıq. 2x plus 2-ni 0-a bərabərliyirik. 2x bərabərdir mənfi 2. X oldu mənfi 1. Deməli, bunun sıfırı mənfi 1-dir. Bunun da qrafikini çəkmək üçün tutaq ki, burada çəkək bunu, sonra silərik. 2 b-si 2-dir. Y oxunu 2 nöqtədə kəsir. X-i də mənfi 1 verməliyəm. Mənfi 1 versəm 0 olur. Bunun qrafiki bu cür sxematik təsvir olunur. Bu bursuda kökləri deməli mənfi 2-dirsə, x plus 2 olmalıdır. Vurulsun, x minus 1 olmalıdır ki, sıfırları bu olsun. İndi bunu sıfıra bərabərləsəm, köklərini tapsam, biri mənfi 2 olacaq, biri də 1 olacaq. İndi bunun qrafikini təsvir edək. Bu nə olacaq? X kvadratı vurub açsam, burada yazam. X kvadratı minus x plus 2x minus 2. Bu funksiyadır.
x kvadratı plus x minus 2 bərabərdir 0. Bunu deyir sxematik təsvir elə. İndi bunu belə yazırıq. Bu vurğuları ayırmanı da yaza bilərik. Bunu bu cür də yaza bilərik. Məsəl üçün y, x kökləri 1 idi, biri də mənfi 2 idi. Parabola müsbət olsa parabolanın qolları yuxarı. Çünki kvadrat üstədlidir, kvadrat funksiyadır. Qollar yuxarıdır. Bunu belə də təsvir eləmək olar və yaxud da buradan da necə yazacaq? X kvadratı plus x hər tərəfinə bu birin yarısının kvadratını əlavə edirəm. Plus yarısı 1'in yarısı 2'də 1, kvadratı 4'də 1, bir də çıxıram 4'də 1'i. Yəni bu cür bir ifadə düzəldirəm. X plus 2'də 1'in kvadratı minus 2,5. Oldu bu. Yəni 2'də 1 bu qədər sürüşüb sola, 2,5'də buradadır. Kökləri də sola sürüşüb. Yəni standart funksiyadan sola sürüşüb. Biz bunu bu cür yazmalıyıq. Yaz. Belə bir şey. Burada da y. Gördüyünüz kimi biz o y oxu ilə də kesişmə nöqtəsini tapdıq. Bu cür qeyd edə bilərsiniz. Digər tərəfdən bunun üçün də eyni qayda ilə tətbiq edə bilərsiniz bunu. Bunu silirəm. Yazırıq burada x. Bunun üçün qrafik çəkirik. X, y. Kökləri nəsə də -1, bir də 3. Qollar tutaq ki, yuxarıdır. Belədir. Grafikini təsvir elədik. Buranı tapmaq üçün isə bunu belə yazmalıyıq. X plus 1, x minus 3. Vurub açsam x kvadratı minus 2x minus 3 olacaq. Bu da neçə olacaq? X kvadratı minus 2x plus 1 minus 4 olacaq. Burada da olacaq x minus 1'in kvadratı minus 4. Yəni burada olacaq -4. 4 vahiddə aşağı sürüşüb. Bu da eyni qayda ilə bunu da yaza bilərik. Burada 3 dənə kökü var. X plus 2'dir. X minus 1'dir. Bir də x minus 4. Kökləri olacaq -2, 1, 4. Bu da belə bir funksiya olacaq. Belə bir funksiya. Bunda indi 11-ci sinifdə bunun izahı var. Yəni bunu vurub açandan sonra grafiki kesişmə nöqtələrini tayin edirik. Tutaq ki, kesişmə nöqtəsi nəsədir? 2. Bunları vursam, sabitlər bu kökləri bir-birinə vursam 2, -1, -4 neçə idi? Müsbət 8. Tutaq ki, burada kesişir 8. Məsələn. Sonra digər tərəfdən, indi bunu siləyik buradan. Deyir ki, qrafiki vermiş funksiyanın sıfırlarını və işarə sabitliyini, aralıqlarını yazın. Funksiyanın sıfırı buradadır. Burada -1'də funksiya 0 alır. Yəni f -1'də funksiya olur 0. Sıfırların işarə sabitliyi. Sadəcə düstur istəmir, işarə sabitliyi. Bu hissədə x-lərin bu qiymətlərində funksiya nə olur? Mənfi olur. Burada. Yəni mənfi sonsuzluqdan -1'ə qədər funksiya olur nə? Mənfi. -1'dən burada daxil deyil. Müsbət sonsuzluğa kimi funksiya özü nə olur? Artır deyənə bu hissədə müsbətdir. Bu da bunun işarə sabitliyidir. Burada baxsaq əgər kökləri deməli bu hissədə funksiya müsbətdir. Bu hissələrdə funksiya mənfidir.
deməli, alınacaq mənfi sonsuzluqdan mənfi 2-yə kimi olur funksiya sıfırdan, sıfırdan kiçik. Sıfırdan kiçik. Bir də 2-dən, üzr istəyirəm, 1-dən, bax burada 1-dir. 1-dən müsbət sonsuzluğa yenə də fx kiçikdir 0 olur. Və mənfi 2 ilə 1 arasında da funksiya nə olur? Müsbət alır. Fx böyükdür 0. İndi keçək növbəti sonuncu sualımızdır. Bu dərsə aid. Verilmiş funksiyanın sıfırlarını tapın və sxematik qrafiki sxematik təsvir edin. İşarə sabitli aralığını yazın. Necə yazacaq? Bunun sıfırlarını tapmaq üçün y bərabərdə 0, yəni x kvadrat minus 2x bərabərdə 0. X-i çıxarsam x minus 2 bərabərdə 0. X oldu 0. X bərabərdə x1 0, x2 də 2 oldu. Və bunun deməli sxematik təsvir elə qrafikini çəkmək lazımdır. X, y. Necə çəkirik? İndi burada nə edirik? Bura 1 əlavə edirik, 1 çıxırıq. Niyə? X minus 1-in kvadratı minus 1-i alıram. Bu nə deməkdir? 1 vayd sağa sürüşüb və 1 vayd aşağı düşüb. Belə bir funksiyadır. Köklərdə nədir? 0. 1-i 0-dan keçir. 1-i də burada da 2-dir. Və buradan keçir. Bunu sxematik təsvir elədim. Burada mənfi 1-dir. Çünki bax buna görə. İndi işarə sabitliyi aralığı. Bu hissələrdə, x-in bura qədərki, 0-a qədərki qiyməti, yəni mənfi sonsuzluqdan 0-a qədər funksiya nə olub? Y olub müsbət. Və 0 ilə 2 arasında funksiya olub mənfi. İşarə sabitliyi buradadır. Və 2-dən böyük qiymətlərdə də, yəni 2-dən böyük, x-in 2-dən böyük qiymətlərində də 2-dən müsbət sonsuzluğa olacaq. Funksiya müsbət. Bunu yazdıq. Bunu bildirsin. İndi bunu silək. Keçək növbəti sualımıza. Bunu yazırıq. Y bərabərdir. Yəni bunun köklərini tapaq. Y bərabər 0. 4x minus x-in kvadratı bərabər 0. X-i çıxarsam 4 minus x bərabərdir 0. Birinin kökü 0-dır. O birisi də kökü 4-dür. Bu da kvadrat tənlikdir. Bu necə yazırıq? Kvadrat funksiyadır, daha doğrusu. Yazırıq x-in kvadratı mənfi plus 4x. Mənfini çıxardaq buradan. Mənfini çıxartsaq, burada qalacaq x kvadratı minus 4x. Hər tərəfinə minus 4-ün yarısını, yəni 4-ü əlavə edib 4-ü çıxıram. Bu da olacaq mənfi x minus 2-nin kvadratı minus 4. Açsam bunu mənfi x minus 2-nin kvadratı plus 4 olacaq. Yəni 4 vayd yuxarı və qollar da nədir? 0. Biri 0-dan keçir, kökün biri 0-dır, biri də 4-dür. 4 vayd yuxarı, qollar aşağı, 2 vayd da sağa. Bu hissədən keçir, müsbət 4-dür. Bu hissədən bu cür sxematik təsvir edirik. Göründüyü kimi, 0-a kimi mənfi sonsuzluqdan 0-a kimi funksiya mənfi alır. Yəni y-ləri mənfidir. Burada y kiçikdir 0. 0-dan 4-ə qədər, köklərindən biri 4-dür. 4-ə qədər y böyütür 0. Yəni burada müsbətdir, işarə sabitliyi. Keçdik 4-dən müsbət sonsuzluğa funksiya 0-dan kiçik olur. Yəni bunlar, bu hissələr mənfidir axı. Ona görə 0-dan kiçik olur.
Bunu da silək buradan. Keçdik növbəti bu sualımıza. Bunu da həmin qayda ilə yazırıq. Y bərabərdir x-in kvadrat minus 2x plus 1 minus 1 yazıram. Bir də minus 3. Və bunu x minus 1'in kvadratı kimi minus 4 yazdıq. Köklərin, buradan köklərini necə tapacaq? x1 plus x2 2'dir. x1 vursun x2 də mənfi 3'dür. Deməli, biri 3'dür, biri mənfi 1'dir kökləri. Qrafikin qururam. X, y. Köklərindən biri mənfi 1'dir. Biri 2'dir. Bir vahid sağa sürüşüb. Bu tərəfə. Bu 1'dədir. Təpə nöqtəsi. Biri də mənfi 4'dür. Burada da mənfi 4'dür. Deməli, qollar da hara? Yuxarı. Gələcək bu hissədən. Bu hissədə təpə nöqtəsi olacaq. Bu belə bir qrafik olacaq. İndi bu nöqtədə bunu biraz səliqəli çəkək. Yazırıq. Qrafikin qurduq. Burada da 1 yazırıq. İndi mənfi sonsuzluqdan 1'ə qədər və buraya qədər funksiya özünü alır. Müsbət. Mənfi 1'dən 2'yə qədər funksiyanı alır. Mənfi. Və burada y-lər mənfidir. Funksiyanın işarə sabitliyi bulardır. Və 2'dən də müsbət sonsuzluğa qiymət alır. Funksiya bu hissədə y-lər nədir? Müsbətdir. Y müsbətdir. Bu qayda ilə yazırıq. Dərsimiz bu qədər. Sağ olun.